Assalamu alaykum Farabidor dərsxanasının hörmətli görmələrim. Bu vaxtınızla xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dərsimizdən 65-ci dərsini ötdüyümüz. 65-ci dərsimiz köçürüm cümlə və özləşdirmə cümlə haqqında. Ötən saatlik dərsimizdə mürəkkəb cümlənin ikinci bölümü bolğan mürəkkəb cümlənin türlərindən beqindiliq mürəkkəb cümlə və aralaş mürəkkəb cümləni görüb çıxandıq. Bugünkü dərsimiz bolsa köçürüm cümlə və özləşdirmə cümlə, şundaqla köçürmə cümləni özləşdirmə cümləyə aylandırışның yollarını görüb çıxımız. Dersimizə başlaşdan burun ötən saatlik dərsimizin axır sorab ötən tövəndəki iki sualımızға qısqa cavab verib ötəylik. Birinci sualımız bolsa beqindiliq mürəkkəb cümlə degan nima? Bu sualın cavabı beqindiliq mürəkkəb cümlə deganimiz tərkibidəki addi cümlələr beqiniş və beqindiriş münasibətində özara bağlanıb gələn mürəkkəb cümləni göstərir. Beqindiliq mürəkkəb cümlə beqindirğucu və beqinğuc cümlədən tərkib tapıdı. İkinci sualımız bolsa aralaş mürəkkəb cümlə degan nima? Aralaş mürəkkəb cümlə bo'lishning eng muhim sharti nima? Bu savolning javobi aralash murakkab jumla deganimiz tarkibidagi oddiy jumlalar o'zaro tengdoshlik ham beqinish-beqindirish munosabatida o'zaro bog'lanib kelgan murakkab jumlani ko'rsatadi. Aralash murakkab jumla bo'lishining eng muhim sharti aralash murakkab jumlada tarmoq jumlalarda tengdoshlik munosabat bilan beqindilik munosabat bo'lishi va ikkidan ortiq, ya'ni eng az bo'lganda 3 tal jumladan tarkib topgan bo'lishi kerak. Bu suallarga münasibətlik bolğan məzmunlarını texnik təfsili bilməkçi bolsanlar, ötən saatlik dərsimizni görüb çıxışınlarını tavsiyə qılmən. Undaqda bugünkü dərsimizə başlasaq, bugünkü dərsimizin birinci məzmunu bolsa köçürmə cümlə. Undaqda köçürmə cümlə degan nima? Köçürmə cümlə deganimiz avtorning boshqa shaxslarning so'z iboralarini hech qanday o'zgartmasdan ayni bo'yicha o'z nutqicha kirgizib qo'llanishidan hosil bo'lgan cümləni ko'rsatadi. Köçürüm cümlə canlıq dilda və bədii əsərlərdə köp uçraydı. Kişilər özlərinin oy fikrini texmi roşan, aniq və isbatlıq türdə ifadələş üçün ağzaki yoki yazma nutqida başqa şəxslərinin sözlərini onun leksikilik, sintakslik və intonasiyalik xüsusiyyətlərini saqlab qalğan əsasda öz əyini qo'llandı. Məsələn, apam seningdən yangi alğan sumkamni qayerga qo'ydi deb so'rayotidi. Qaraydigan bo'lsak, yangi alğan sumkamni qayerga qo'ydi degan sual avtorning emas, balki apasining so'zi, ya'ni bu yerda avtor apasining so'zini o'zining jumlasi ichida qo'llangan, ya'ni bu jumla ko'chirma jumla hisoblanadi. İkinci cümləyə qaraydigan bolsaq, muallim bizga dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerak dedi. Ya'ni bu yerdagi dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerak degan jumla bo'lsa, muallimning so'zi va avtor muallimning bu so'zni o'zining jumlasi ichida ayni shaklda qo'llangan, ya'ni bu jumlama o'xshashla ko'chirma jumla hisoblanadi. Endi köçürüm cümlənin şəkli və işlətilişini görüb çıxımız. Birincisi, bəzide köçürüm cümlə avtor sözdən keyin kelidi. Bundaq ahvalda avtor sözdən keyin qo'sh chekit qo'yiladi. Köçürüm cümlə qo'sh tirnaq ichiga ilindi. Məsələn, Alisher Navoiy mundaq degan edi. İnsanın eng muhim fazilatlaridan biri ota-onani hurmat qilish, ya'ni bu yerdagi insonning eng muhim fazilatlaridan biri ota-onani hurmat qilish degan so'z Alisher Navoiyning so'zi va buni avtor o'z jumlasi ichida qo'llangan. Ve bu cümle Alisher Navoiy mundaq degan edi degan cümleden keyin kelganligi uchun bu cümle başlashdan burun qo'sh chekit qo'yilgan va bu yerdagi ko'chirma jumla qo'sh tirnoq ichiga ilingan. İkinci şekli bolsa, ba'zida ko'chirma jumla avtor so'zidan burun keladi. Bundaq ahvolda kelib, deb, dedi degan qatorliq tarkiblar qo'sh tirnoq yapilgandan keyin kelsa, bu tarkiblardan keyin hech qanday tinish belgisi qo'yilmaydi. Masalan, Әтәтіген жиғначымыз dedi müdir. Bu yerdeki faqat әтәтіgen жиғначımız degan müdirning so'zla qo'sh tirnoq ichiga ilindi, ammo dedi degan tarkibdan burun hech qanday belgi qo'yilmaydi. İkinci cümle qaraydigan bo'lsak, bu odam seni nima ish uchun izlab kelibdi deb so'radi apasi. Bu yerdagi bu odam seni nima ish uchun izlab kelibdi degan savol bo'lsa, apasining gapi va deb degan so'zdan burun kelganligi uchun, ya'ni bu yerdagi ko'chirim jumla jumlaning eng beshiga kelganligi uchun faqatla qo'sh tirnoq ichiga ilindi va deb degan tarkibning oldiga hech qanday tinish belgisi qo'yilmaydi. Üçüncü şekilde qaraydigan bo'lsak, ba'zida ko'chirim jumla avtor so'zining o'ttirib keladi. Bundaq ahvolda ko'chirim jumlaning oldida qo'sh chekit qo'yiladi. Masalan, muallim
Yeni düşenmege yerlerinler var mı dep sordu. Bu yerdeki yeni düşenmege yerlerinler var mı degen sual bolsa muallimning sözü ve bu yerdeki muallim degen sözden keyin qo'shcha chekit qo'yiladi ve bu yerdeki köçürüm cümle bolsa yani yeni düşenmegen yerlerinler var mı degen cümle qo'sh tirnoq ichiga ilindi ve dep degen tarkibning oldida hech qanday belgi qo'yilmaydi. İkinci cümle qaraydigan bolsak, xalq ichida sual bilimning ochqichi deydigan gap bor. Bu yerdagi sual bilimning ochqichi degan cümle bolsa köçürüm cümle yani xalqning degan gapi ve abdur o'zining cümlesi ichida qo'llangan. Bu yerdagi xalq ichida degandan keyin qo'shcha chekit qo'yamiz ve sual bilimning ochqichi degan köçürüm cümleni qo'sh tirnoq ichiga olamiz ve deydigan degan so'zning oldiga hech qanday belgi qo'yilmaydi. To'rtinchi xil shakl bo'lsa, qisman ahvolda abtor so'zi ko'chirim jumlaning o'ttirsida keladi. Bundaq ahvolda ko'chirim jumlaning uzilgan joyida tinish belgilari bo'lsa, ko'chirim jumladan keyin shu belgi qo'yilib, ondan keyin siziqcha qo'yiladi. Abtor so'zidan keyin bo'lsa, pesh siziq qo'yiladi. Masalan, Dersga diqqat qilyapsizsiz deb so'radi muallim. Agar anglığınız bo'lmasa, chiqib ketsangiz bo'ladi. Bu yerga qaraydigan bo'lsak, bu yerdagi ko'chirma jumla bo'lgan. Darsga diqqat qilyapsizsiz. Agar anglığınız bo'lmasa, chiqib ketsangiz bo'ladi degan ko'chirma jumlaning o'rtasida deb so'radi muallim deb avtorning so'zi kelgan va bu avtorning so'zi bu ko'chirma jumladan avval savol belgisi bo'lsa, ya'ni darsga diqqat qilyapsizsiz degan savol jumla bo'lganligi uchun savol belgisi ve ondan keyin siziqcha ve deb so'rdi muallim degan avtorning so'zidan keyin bir pesh ve bir siziqcha qo'yilib, ondan keyin ko'chirim jumla davom qiladi. İkinci cümle qaraydigan bo'lsak, bu japoni malli tartay, dedi dadam meni quchoqlab turib, sen cho'qim o'qig'in balam. Bu yerdagi bu japoni malli tartay, sen cho'qim o'qig'in balam degan jumla bo'lsa, ko'chirim jumla, ya'ni dadasining degan gapi, dedi dadam meni quchoqlab turib degan bo'lsa, avtorning so'zi va dedi dadam meni quchoqlab turib degan avtorning so'zi bo'lsa, bu ko'chirim jumladan pesh va siziqcha orqali ayrilgan. Üçüncü cümle qaraydigan bo'lsak, qo'lingni tart dedi general açıqlangan holda. Bir askar turib xalq mundaq muomala qilsang qandoq bo'ladi? Yani qaraydigan bo'lsak, bu yerdagi qo'lingni tart, bir askar turib xalq mundaq muomala qilsang qandoq bo'ladi degan jumlalar bo'lsa, ko'chirim jumla va bu yerdagi qo'lingni tart degan jumla bo'lsa, buyruq jumla. Buning oxiridan undash belgisi kelgan va dedi general açıqlangan holda degan avtorning so'zidan siziqcha orqali ayrilgan va yani bu yerdagi avtorning so'zi oxirida kelgan ko'chirim jumlaning davomidan pesh va siziqcha orqali ayrilgan. Endi ko'chirim jumlalarning xususiyatini ko'rib chiqamiz. Birinchi xususiyati bo'lsa, ko'chirim jumlalar avtor tarafidan mazmun va shakl jihatdan hech qanday o'zgartirilmay qo'llaniladi. İkinci xususiyati bo'lsa, ko'chirim jumlalar ig'izda, intonatsiya, yiziqda bo'lsa, munosib tinish belgilari orqali avtor so'zidan farqlantiriladi. Buni ko'chirim jumlaning shakli va ishlatilishida ko'rib chiqdik. Köçürüm cümlenin üçüncü xususiyeti bolsa, avtor sözü yani cümlesi içi kirgizilgen köçürüm cümleler meyli o addi cümle bolsun yoki murakkab cümle bolsun, özünün aslidagi cümlelik salohiyatini yo'qotib, cümlenin ma'lum bir bölüki yani kengaytirilgan bo'lak sifatida vazifa o'taydi. Masalan, muallim bizga dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerak dedi. Qaraydigan bo'lsak, bu yerdagi dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerak degan jumla ayrim kelganda bir jumlaning butun xususiyatlarini o'zida ko'rsatgan bo'lsa, ammo bu yerdagi ko'chirim jumla shaklida kelgan vaqtida faqatla bu cümlenin xabari vazifasini o'taydi. Ya'ni muallim degan so'z bu cümlenin egisi bizga bo'lsa holati va dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerak dedi degan qism bo'lsa, bu cümlenin xabari hisoblanadi. Endi bugungi darsimizning ikkinchi mazmun bo'lgan o'zlashtirma jumlalarga to'xtalib o'tamiz. Undaqda o'zlashtirma jumla degan nima? O'zlashtirma jumla deganimiz shaklini o'zgartirib, mazmunni saqlab qolish asosida qabul qilingan boshqalarning gap so'zlari o'zlashtirma jumla deyiladi. O'zlashtirma jumlalarda avtor boshqalarning gapini o'z gap ichiga singdirib ishlatadi. Yiziqda bo'lsa, o'zlashtirma jumla avtor so'zidan ma'lum belgi orqali ayrilmaydi. Nutqda bo'lsa, avtor so'zi bilan bir tutash intonasiyada aytildi. Ya'ni ko'chirim jumlaga o'xshash intonasiya orqali va titish belgilari orqali ayrilmaydi. Masalan, qaraydigan bo'lsak, Platon o'zining bilmaydiganligini bilmaslikning qo'sh bilimsizlik bo'lganligini aytgan ekan. Qaraydigan bo'lsak, bu bir o'zlashtirma jumla, ya'ni avtor boshqalarning so'zini mazmunni saqlab qolgan asosda o'zining jumlasiga singdirib o'tgan. Endi ikkinchi misol qaraydigan bo'lsak, Platon o'zining bilmaydiganligini bilmaslik qo'sh bilimsizlikdir degan edi. Bu bir ko'chirim jumla va
Bu yerdə qaraydigan bolsaq, Abdur başqalarının sözünü, yəni özünün bilməydiganlığını bilməslikdən xoş bilimsizlikdir degan Platonun sözünü özünün cümləsi içində heç qandaq özgərtməy kirgizgan, amma birinci cümlə bolsa, cümlənin şəklini azraq özgərtgan, amma məzmununu özgərtməy turub özünün cümləsinin içinə sığdırıb etgan. Əmdi özləştirim cümlənin xüsusiyyətini görüb çıxsaq, birinci xüsusiyyəti bolsa, özləştirim cümlə Abdur'un öz oy fikirlərini texmi eniq, texmi roşan ifadələş rolunu oynaydı. İkinci xüsusiyyəti bolsa, özləştirim cümlə özünün əslidəki qrammatikalik qurulmasını saxlab qalanmaydı. Bəlkə o Abdur sözünün, yəni cümlənin içinə sığıb ketib, onun bir bölgüyə ayrılıb ketidi, lakin onun da əslidəki oy fikrinin məzmunu saxlab qalınğan boludu. Özləştirim cümlənin üçüncü xüsusiyyəti bolsa, özləştirim cümlə əslidəki intonasiya müstəqilliğini saxlab qalanmağaşqa, yazıqda tiniş belgiləri arqılıq Abdur sözdən fərqləndirilməydi. Yəni, heç qandaq tiniş belgisi arqılıq əsl cümlədən ayrılmaydı. Yəni, şu cümlənin içinə sığıb ketgan boldu. Məsələn, birinci cümlə qaraydigan bolsaq, muallim bizga dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerak dedi. Qaraydigan bo'lsak, bu yerdagi dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerak degan ko'chirim jumla Abdur so'zdan, ya'ni asl jumladan qo'sh chekit va qo'sh tirnoq orqali ayrilgan va intonatsiya orqali farqlangan. Endi ikkinchi jumla qaraydigan bo'lsak, muallim bizga dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerakligini aytdi. Bu jumlada bu yerdagi dunyoni qo'g'dashda o'zimizdan boshlashimiz kerakligini degan cümle bu cümlenin içi sondurub etilgan, yəni köçürüm cümlelik xüsusiyyətini tamamen yo'qotgan və Abdur sözdən heç qandaq tiniş belgiler arqılıq ayrılmaydı. Yəni bu cümlenin içiga sondurub etilgan. Bu cümlenin egisi bolsa muallim, xəbər bolsa aytdi, bizga bolsa haldı və bu yerdəki bu cümlenin içiga sondurub etilgan cümle bolsa faqatla bu cümlenin bir bölük rolda, yəni toldurğucusu vəzifəsini gəlgan. Əmdə bugünkü dərsimizdən ən axırki məzmun bolğan köçürüm cümləni özləştirim cümləyə aylandırışның yollarını görüb çıxımız. Birinci yolu bolsa köçürüm cümlənin fe'ldən gələn xəbərini şəxsiz fe'lnin sifətdaş şəkliga özgərtkəndən keyin, yəni onunğa lıq, lik həm təvəli göstərgüçlərini qoşuş arqılıq köçürüm cümlə özləştirim cümləyə aylandırıldı. Bəzida köçürüm cümlənin xəbəri düşünkili şəkil bilən türlünüb kelib Abdur sözünün toldurğucusu olub qalıdı. Məsələn, qaraydigan bolsaq, birinci misalda Atalarımız aval oyla, andın sözlə, oylamay sözləsən, ağırıb ölsən dəbdiken. Bu bir köçürmü cümlə. Əmdə ikinci cümlə qaraydigan bolsaq, atalarımız aval oyla, andın sözləş lazımlığını, oylamay sözləgəndə kütülməyən yaman aqibətlərinin kelib çıxıdığanlığını eytibdiken. Bu cümlə bolsa özləştirmə cümlə. Yəni bu yerdəki aval oylab andın sözləş lazımlığını, oylamay sözləgəndə kütülməyən yaman aqibətlərinin kelib çıxıdığanlığını degan bölək bolsa, faqatla bu cümlənin bir bölüki, yəni toldurğucusu hesablanıdı. Yəni bu cümləyə qaraydigan bolsa, lazımlığını degan, lazım degan söz qoşulğandan keyin, yəni onunğa lıqlik qoşumçusu qoşulğan və ni qoşuluş arqılıq faqatla bu cümlənin toldurğucusu bolğan. İkinci yolu bolsa, köçürüm cümlənin xəbəri buyruq fe'ldən gəlsə, onu isimdaşqa aylandırıb axırda lazım, kerek deganga o'xshash alayda sifat sözlərini, onun axırıga yana lıqlik və təvəlik qoşumçularını ulaş arqılıq köçürüm cümlə özləştirim cümləyə aylandırıldı. Misal qaraydigan bolsaq, o'qituvchimiz bizga bu topshiriqni ət cho'qim topshiringlar dedi. Bu köçürüm cümlə. Əmdi bunu özləştirim cümləyə aylandırıb baxsaq, o'qituvchimiz bizga bu topshiriqni ət cho'qim topshirishimiz kerakligini aytdi. Yəni qaraydigan bolsaq, bu yerdə kerek degan alayda sifat qo'shilgandan keyin uning oxiriga lik qo'shimchasi va ni degan təvəli qo'shimchasi, ya'ni tushumkilish qo'shimchasi qo'shilgandan keyin bu özləştirim cümləyə aylandırılgan. Köçürüm cümləni özləştirim cümləyə aylandırışның üçüncü yolu bolsa, Abdur sözünün tərkibiga qarğanda sözünü kirgizish yoki asli xəbərini ismdaşqa aylandırıb, onunğa çə qo'shimchasi ulash və köçürüm cümlənin xəbərini sifatdaşlarga aylandırış arqılıq köçürüm cümləni özləştirim cümləyə aylandırış mümkün. Qaraydigan bolsaq, apam bana sen tirişsanla hem işini qıla alaysan dedi degan bu köçürüm cümləni özləştirim cümləyə aylandırsak, apamның deyişçə mən tirişsamla hem işini qıla alaydikanman. Yəni bunu qandaq şəkildə özləştirim cümləyə aylandırdıq degan vaqtda üstəlik köçürüm cümlənin ən axırki xəbər bolğan dedi degan, yəni demək degan əsli xəbərini isimdaşqa aylandırmız aval. Yəni deyiş degan isimdaşqa aylandırmız. Onunğa
ç qo'shimchasini qo'shgandan keyin eng oxirida ko'chirim jumlaning xabarini, ya'ni hamma ishni qila olaysan degan xabarni sifatdoshga aylantiramiz. Ya'ni qila olaydikan degan shaklda kan qo'shimchasini qo'shish orqali sifatdoshga aylantiramiz va bu shaklda ko'chirim jumlani o'zlashtirim jumlaga aylandira olamiz. Endi ko'chirim jumlani o'zlashtirim jumlaga aylantirishning 4-chi yo'lini ko'rib chiqsak, ko'chirim jumlaning xabari fe'ldan boshqa so'z turkumidan yoki fe'l bilan boshqa so'z turkumlariga xos so'zlarning biriktirishib kelgan vaqtda xabarning oxiriga ekan degan yordamchi fe'lni va liqlik qo'shimchasini hamda uningga tabalik ko'rsatkichni qo'shib, ondan uni tushumkili shakli bilan turlash orqali ko'chirim jumla o'zlashtirim jumlaga aylantirildi. Masalan, avval ko'chirim jumlaga qaraydigan bo'lsak, Platon o'zining bilmaydiganligini bilmaslik qo'sh bilimsizlikdir degan edi. Endi buni o'zlashtirim jumlaga aylantirsak, Platon o'zining bilmaydiganligini bilmaslikning qo'sh bilimsizlik ekanligini aytgan ekan. Ya'ni qaraydigan bo'lsak, ustidagi ko'chirim jumladagi o'zining bilmaydiganligini bilmaslik deganning oxiriga eglik kelish qo'shimchasini qo'shimiz, ya'ni bilmaslikning qo'sh bilimsizlikdir deganning oxiriga bo'lsa ekanligini, ya'ni ekan degan yordamchi fe'lni qo'shgandan keyin lik qo'shimchasini va uningga tavallik ko'rsatkichi bo'lgan, ya'ni tavallik qo'shimchasi bo'lgan ni qo'shimchasini, ya'ni tushum kelish qo'shimchasini qo'shgandan keyin ko'chirim jumla o'zlashtirim jumlaga aylantirildi. Bugungi darsimizning oxiriga keldik. Darsimizning oxirida bu darsimizga munosabatli bo'lgan tuvandagi ikki savolni so'rab o'tamiz. Birinchi savolimiz bo'lsa, ko'chirim jumla degan nima? İkinci sualımız bo'lsa, tuvandagi ko'chirim jumlani o'zlashtirim jumlaga aylantirib beqing. Ustozlar bizga doim o'qish jafoliq, kayni vafoliq deb aytadi. Ya'ni bu ko'chirim jumlani o'zlashtirim jumlaga aylantiramiz. Bu savollarning javobini YouTube videomizning ostidagi inkas qismiga yoki Instagram hisobimizning DM qismidan uchrayizib avasanglar bo'ladi. Undaqda keyingi soatlik darsimiz ko'rishaylik. Ko'rishguncha omon bo'linglar. Xayr xo'sh.